artıq gördüyünüz kimi hər kəs toya hazırlaşır. Ağsudayıq, bir daha Turalın toyundayıq və hakim necəsən? Sağ ol, xoş gəlmişsiniz. Çox sağ ol, təşəkkür edirəm qonaqpərvərlik gibi. Ona deyim ki, biz burada qaldıq, hakim gilin evində qaldıq. Hakim Subay, sən evlisən? Subay. İnşallah sənin də xeyir işlə gələrik. Dünəndən hakim həm bizim qulluğumuza durur, həm qonaqların qulluğunda durur. Ora-bura çox qaçır. Tural nəyindir? Əmin oğlu. Əmin oğlu. Lap yaxşı. Toya hazırlıqlar bax burada gedir. Bir neçə cürə yeməklərdir, ay hakim? Burada 5 cürə yeməklərdir. 5 cürə yeməklər. Bəli, kabablarımız var, tikələrdir, lülələrdir, yoxdur. Maşallah. Qazan yeməklərimiz, buğlamadır, haşlamadır, hamısı var burada. Hə, lap yaxşı, lap yaxşı. Onu da deyim ki, nə az, nə çox, 800 nəfər burada qonaq olacaq. Bəli, ondan da bəlkə çox oldu. Ondan da çox oldu. Bəli, o deyib Bakıdan qonaqlarımız da var. Və hakim səndən bir xahiş edəcəm, necə toya hazırlıq necə gedir? Onu zəhmət olmasa məni göstər. Çox gözəl, gəlin buyurun. Getdik, gəl. Bizim bəyimizin gəlin maşınıdır. Hə, hakim, deməli artıq məclis yavaş-yavaş desən başlayacaq birazdan. Bəli, qonaqlarımız yavaş-yavaş gəlir. Aparatlarımızı quraşdırır, muskatlarımız da gəlir. Hardan Bakıdan gətirmisiniz muskatları? Bakıdan gələn var, Göyçaydan gələn var. Hə, laf yaxşı. Başqa yerlərdən. Bəs uşaqlar həmişə xeyir işlərdə. Çox mübarək, Allah xoşbəxt eləsin. O gün olsun, gələn bu vaxtı övlad satışdır. Amin, amin. Toya hazırlıq davam edir. Gedək burada nə baş verir? Burada bizim xanımlarımız olacaq, gələn qonaqlarımız. Burada xanımlar əyləşəcək. Bəlgəlin burada oturacaq. Bəs dekor hanı? Dekoru buraya quraşdırırlar. Bizim qardaşlarımız da burada quraşdırırlar. Bu da bizim bəyimiz. Bəyimizi yaxaladıq. Nə gözəl görsənirsiniz. Bir daha xoşbəxt olun. Çox sağ olun. Biraz ömrünə bir dəfə olan bir hadisədir. Ömürlük qalan bir hadisədir. Necə gedir? Əla, hər şey öz qaydasına Maşallah gedir. olsun, çox gözəl qohumlarım var, mehriban qohumlarım var. Hamısı da can yandırır. Çox sağ olun. Təşəkkür edirəm, çox sağ ol. Sağ olun, gəlməyəcək çəkirsiniz. Sağ ol, çox sağ ol. Məndən gəlin gedib burada olacaq. Bəli. İnşallah. Hə, hakim hara aparsan? Bu bizim bəyimizin otağına. Bəyimizin otağına gedirik. Onlar getməyə icazə var. Bəli. Hə, hakim. Hə, bura deməli bəylə gəlin evidir, hə? Bəli. Necəsən qaynana? Əla. Birazdan gəlin gəldi. Birazdan gəlin gəldi. Hə, xoş gəlib. Siz də xoş gəlibsiniz. Bəzəmisən, düzəlmisən. Maşallah. Maşallah gün olsun. Darablarla belə bucaqdan çıxacaqsan. Hə, çox sağ ol. Allah köməyiniz olsun. Sizin də gəlməyinizə çox şadam inşallah. Sağ ol, çox sağ ol. Gəlinim də gəlir, sevincimin həqqi hüququ yoxdur. Canımsan. Cehizlər falan var mı? Bəli. Burada yataq otağıdır. Toyunuz mübarək. İcazə var girməyə? Bəli. Ay, xeyirli olsun, uğurlu olsun, sağ-salamat gəlsin. Çox sağ ol. Allah köməyiniz olsun. Şəklini çəkə bilərik. İcazə verirsiniz də, yəni icazə alırıq. Nə olacaq çək? Bəli. Cehiz tələb eləməlisin. Yox, hələ demişəm ki, hər şey var evimdə. Gözün nəyə çatır o? Mənə onların xoşbəxtliyi lazımdır. Əlbəttə, mütləq şəkildə. Bu da bizim bəyimizin. Gəlinin 2 otağı var, bir gəlinin 2-ci otağıdır. Bəli. Ay, hə, gəlinə 2 otaq vermisiniz. Gəlinə 2 otaq vermisiniz. Bəli, 2 otaq vermişik. Yəni ümumiyyətlə hamısı onundur. Evimizdə nə var, hamısı onundur, axırıncıdır. Hə, o yataq otağıdır, bu da qonaq otağı. Allah xoşbəxt etsin. Əsas olaraq xoşbəxtlik lazımdır. Cehizləri də gəlin gətirib. Maşallah, hə, super. Nə? Maşallah, laf yaxşıdır. Superdir. Super. Deyilənə görə bəyin dayısı böyük bir hədiyyə gətirib. Amma nə hədiyyədir? Salam aleyküm, bəyin dayısı. Bəli. Allah mübarək eləsin, xoşbəxt olsunlar, başa çıxanlar olsunlar. Allah mübarək eləsin. Eşitdiyimə görə qəşəng böyük bir hədiyyə gətirib. Dana, erkək dana. Hə, hanı? Allah xoşa verəcək. Hə, gətirməmisiniz? Belə uydur da gətirəcək. Nə cürlə gətirmişlər? Allah rızası Dana necə gətirib? Nə gələcək dana? Ha gələcək zakat. Yavaşca soğuktandan sonra. Yox, biraz da zakat verəcək. Toya hazırlıqla davam edir, qonaqlar gəlməyə davam edir. Siz bəyin dayısız. Böyük dayı. Mübarəkdir. Sağ olun. Boya başa çıxandan olsun. Allah canını sağ eləsin. Xoşbəxt olsunlar. Bacımın da gözü. Meydə davam edir. Nurlan, vəziyyət necədir? Super, əla. Əladır, hər şey Bəli, yaxşıdır. Həyəcan, deyirəm ki, həyəcan yox idi. Bugün həyəcan var. Biraz var. Deyirəm var. Ay, hakim zəhmət sabah maşınlar hələ ki toy. Hələ tam başlamayıb. Hələ qonaqların hamısı gəlib çıxmayıb. Yenə dediyim kimi bir məhəllədə
bir məhəllədə 3 qardaş yaşayır. 3 qardaş yaşayır. Hərəsinin özünün evi var burada. Bax bu həyətdə yəqin görmüsünüz də. Çəkmişəm bilmirəm ki, hakim çəkmişəm. Hə, orada bir mağaradır. Orada bir mağaradır. Burada orada da bir mağara var. Oranı gəlib çəkəcəm. Buranı da çəkmişəm bir mağaradır və orada da xanımlar olacaq. Xardakı bəylə gəlin olacaq. Həmişə toylarda. Necəsiz? Siz Çox sağ olun. Qaçay Kəlbəcəri Qarmon ifaçısı. Allah taladan bütün elimizə, obamıza, Azərbaycanımıza hər zaman toy arzulayıram, xoş günlər arzulayıram. Musiqiçilər gələn. Xoş gəlmisiniz. Biz də xoş gəlmişik. Allah canınızı sağ eləsin. siz bu rayonda yəni Yox, biz uzardan gəlmişik. Təbrik edirik bizə bu gözəl günü. Bəyin atasına, bəy anasına göz aydınlığı veririk. Gözləri aydın olsun deyirik. Sarınvar olsun. Toylar olsun ocaqlarda. Körpə gülsün qucaqlarda. Məclisdəki qonaqlar da hamı bir amin desin. Allah bəyimizi, gəlimizi xoşbəxt eləsin. siz Toy də hazırlanmış. aha, nə? Udardır. Aha. Mən də təbrik eləyirəm. Allah Adınız xoşbəxt. deyil? Adım Rüstəmdir. Hə, Allah xoşbəxt eləsin. Gözləri aydın olsun. Çox mübarək. Bəs siz kimsiz tanımıram sizi. Təbrik edirəm. Təbrik edirəm də. Nə də ürəyimizdən gələn meyxana ilə mane ilə oxuyaq. İnşallah. Davam eləyək siz. Bəli. Mən Toğrul Mehmanoğlu, sindikat ifaçısı. Allah xoşbəxt eləsin. Bütün subaylara Allah toy qismət eləsin. Amin, amin. Siz? Salamlayıram hər birinizi. Gözəl Ağselimizdə gözəl bir toydayıq inşallah. Telman Aranlı gitar ifaçısı. Mən də bəy gəlini təbrik edirəm. İnşallah dostlarımızla gözəl bir məclis hərsəyə gətirəcəyik. Hamımızı Nurlan bəy dəvət eləyir. Özək xanım, hamımız var, bir rayondan deyil. Hamımızı say seçmə gətiribdi. Seçmədə bilirsən, bax biz Bərdədən gəlmişik. Toğrul mənim sindikat ifaçısında gözəl sindikat Ucardan, Ağdaşdan gəlibdi, Ucardan gəlibdi. İnşallah indi bizim üzərimizə düşür ki, burada hamımız çəkib bir hədəfə Görək necə olacaq da. Demək bu iki şəxsi siz Nağara ifaçısı, Xəyal Ağsulu. Ağsulu. Bəli. Nəhayət ki Ağsudan bir adam tapdım burada. Həmişə toylarda. Allah razı olsun. Allah mübarək eləsin. Allah xoşbəxt eləsin. O gün olsun ki, körpə səsi gəlsin. Amin inşallah. Siz? Rafael Ağsulu, Qarazurna ifaçısı. Allah mübarək eləsin. Maşallah. Nurlan hardadır Nurlan? Mənə bax bir sizlə maraqlıdır. Nurlan yoxdur burada. Burada Ağsudan kim var? Heç hə, siz Ağsudansınız. Mənə bir sizlə maraqlıdır. Bax, yəni burada Ağsuda, yəni saz ifaçısı, gitar ifaçısı yoxdurmu? Bərdədən, Ucardan. Var, burada var. Seçmədir. Həm də ki toy yəsin zövqünə istəyi ilə də olur. Mən bax bu musiqiçiləri, buradakı musiqiçiləri danışdırandan sonra 100% əmin oldum ki, bu günləri burada şıdırıq olacaq. Bu günləri burada tufan qopacaq. Gəlini götürməyə gedirik, gördüyünüz kimi. Gəl. Gördüyünüz kimi bəy tam hazırdır. Öz bacısı ilə, anası ilə, qohumları ilə gedirik gözəl gəlinimizi gətirməyə. Ay, artıq gedirik. Tural. Bəli. Səni yola salırıq. Gəlinimizin, gözəlimizin dalıyacaq. Amma şirinli olacaq. Ay, çox sağ ol. Bəyin qardaşı şirinlik verdi. Nurlan,
halal olsun. Hələ toy başlamayıb. Burada bir həyəcan var. Burada pozitivlik var. Burada belə deyək də, yəni sən qardaşının toyuna həqiqətən də sözün əsl mənasında, yəni layiqincə hazırlamısan. Bravo sənə. Bravo sənə. Çox sağ ol. Yəni nələr olacaq, birazdan biləcəksiniz. Mən bu gözəl xanımı görməmişdim axı. Siz kimsiniz? Mən oğlanın deməli atasının dayısı qızıyam. Lap yaxşı. Lap yaxşı. Gedirik gəlin dalacaq. Allah mübarək eləsin. Allah xoşbəxt eləsin. Yar yanından eləsin. Gedək. Artıq bəy gəlib çıxdı. Gəlinin yaşadığı evə. Çəkişi dayandırmayacağım. Çox sağ olun xanım, bizi gətirdiniz. Gözəlim, çox sağ olun. Salam aleyküm, salam aleyküm. Təşəkkür. Siz kimsiniz? Mən qardaş oğluyam, qardaşıyam. Qardaşısınız. Allah xoşbəxt eləsin. Gəlinin əmisisiniz. Sağ ol, sağ ol. Siz də xoş gəldiniz. Həmişə toylarda. Çox sağ olun. Gəlinin babasısınız. Bəli. Mən özüm soruşam. Çox mübarəkdir. Allah mehriban eləsin. Yar yandan olsun. Xoşbəxt olsunlar. Can sağlıq. Təbrik edirəm hər ikisi. Bəyimizi də, gəlinimizi də təbrik edirəm. Sən də yorulmayasan. Çox sağ ol. Və gəlmişik gəlinimizi götürməyə, dediyim kimi. Allah xoşbəxt eləsin. Siz gəlin anasısınız, kralımızın da qaynanasısınız. Bilirəm ki, qız anası olaraq yəni illərlə böyütmüsünüz, tərbiyə vermişsiniz və bu günlər başqa bir evə gəlin köçür, başqa bir evin qızı olacaq. Allah xoşbəxt eləsin, bir-birlərini başa düşsünlər. Siz xanım gəlini demək sizinlə yaşayıb. Adınız nədir? Adım Bəstidir. Bəsin nələ? Nə yaxşı sizlə yaşayıb bəs? Özüm saxlamışam, qalıb da mən. Onun üçün mən gördüm ki, gözləriniz dolurdu burada. Xeyirdanınızı alaq. Allah xoşbəxt eləsin. Yar yandan, yadlandan olsun. Allah onlara uzun ömür, can sağlığı versin. Bir-birinə mehriban olsunlar. Hamısı ilə, ailəsi ilə. Amin inşallah. Çox sağ olun. Gözlərim doldu. Allah xoşbəxt Aparırsan eləsin. Xalama görə gözlərim doldu. Xalam çox əziyyət çəkir. Allah xoşbəxt eləsin, oğullu qızlı olsunlar. İnan ki, öz balam kimi o mən elə qəbul edirəm. Öz balam kimi. Elə bir öz balamdır. Gəlinim yox, öz balamdır. Elə dedim ki, inşallah. Gəlinim Bəli. Allah xoşbəxt eləsin. Allah köməyiniz olsun. Çox sağ olun. Allah razı olsun. Allah xoşbəxt eləsin. Var olun. Çox sağ olun. Məni ən çox kövrəldən bu xanım oldu. Can, qıvrım. Mən nənəm olsun. Hər şey yaxşı olacaq. Əsasdır ki, illərlə əziyyət çəkmisiniz. Nəvəniz çox gözəl bir evə düşəcək, gözəl bir ailəyə düşəcək inşallah. Böyütdüyünə öz qızı kimi. Can, ayağım. Və nə vaxt aparırıq? Aparmırıq gəlini, ay bacı. Aparırıq. Bir dəqiqə gözləyin. Oğlan evindən gələnlər də təbrik eləsin ondan sonra. Və ay balaca. Bu bəyin xonşasıdır. Şirinlik aldın? Maşallah olsun, Aksu'nun mərkəzindəyik. Gəlini götürməyə gəlmiş gördüyünüz kimi. Yaxınlaşaq ora. Gəl. Uşaqlar necəsiz? Toya gedirsiniz? Bəli. Maşallah olsun. Nə bildin ki, toya gedirsiniz? Allah kömək. Biz döyüş yoldaşları, həm qazi yoldaşları. Qazi yoldaşlarınız. Bəli. Allah xoşbəxt eləsin. Toyda görüşərik inşallah. İnşallah. Toyda nerede oynadın? İnşallah.
Nerede görəm toyda? Nerede atacağıq? Bizim sürprizlərimiz var. Özümüzdə qalsın. Deməli Turalın qazi yoldaşlarıdır. Turan qazi yoldaşları deyir ki, bizim sürprizimiz var. Getdik! Gəlinlə bəy gəldi. Bu da qız evinin, siz qonaqlarısınız. Dayısı oğlusunuz. Qızın evi. Diyan. Qızaq olmasın. Sobaysınız? Hə. Ay sizin üçün olsun inşallah. Adınız nədir? Aynişa. Aynişa. Ne gözəl adınız. Siz? Aysu. Dayısı qızıyam. Dayısı qızısınız. Siz də sobaysınız yəqin ki? bəli. Hə. Necə çox istəyirsiniz dayısı qızı? Bəli. Dayısı qohumunuz da ən azından. Xoşbəxt olsunlar. Xoşbəxt olsun. Bibisi qızını. Sən yaman çox danışırsan ha. Mən dayısı oğluyam. Dayısı. Mən üçün olsun. Neçə yaşın var? 17. Maşallah olsun. Hə tezdir də. Hə, tez görədə inşallah. Hə. Sırada mən idim, Nərmin düşdü dayı qabağa. Nə deyirsən? Sırada mən idim, Nərmin düşdü qabağa. Nərmin yəni gəlin də. Hə. İnşallah sənin də qismət olar, inşallah. Sən? Gəlinin xalası qızı. Ay Allah. Adın nədir? Nuray. Nuray. Yat xala qızı olur. Nuray. Sən də subaysan yəqin ki. Arzularını dinən. Allah xoşbəxt eləsin. Sənin üçün olsun. Sağ ol. İnşallah. Mən Batısıyam. Ay Allah. Batsı yəqin xeyir dua verməyəcək. Nə desən? Deyirəm yəqin Batsı xeyir dua Bu verməyəcək. oğlan yaman çox daşdı. Get toya. Hə. Həyəcanlısan. Yəni bildiyimə görə sənin bacın, yəni gəlinimiz nənəsinin evində böyüyüb. Sən isə atanın ananı yaşayırsan. Amma münasibətiniz buna heç bir Normal münasibət. Qardaş da orada. yaxşı. Kövrəlirsən yəqin ki. Hə. Kövrəlirsən. Sən böyüsən, o böyüdün. O böyüdü. O böyüdü. Nə subaysan məncə? Hə. Nə aparırsan? Nədir belə bu aparadığın? Gəncdir bu nədir? Bilmirsən nədir? Ay qız bilmirsən nədir? Şirinlik. Şirin. Hə, şərbətdir. Kəllədən, hə, kəllədən. Qardaş da oradadır. Deyir görür başqa olur. Sən kimsən? Xalası qızıyam. Xana xalası qızısan. Ay ya, neşi. Bu da bəyin tortudur. Hə. Sən özün bişirmisən? Yox. Yalanlar. Çox sağ olun uşaqlar. Sizin üçün olsun, sizin üçün olsun. Sözün düzünü deyim. Hələ mən sadəcə çəkiliş edirəm. Amma yaxşı mənada yorulmuşam. Görürsüz yəqin nə varsa hamısını bir çəkirəm, çəkməyə çalışıram daha doğrusu. Artıq gördüyünüz kimi gəlinimizi gətirdik. Əziz izləyicilər, gördüyünüz kimi bax, az öncə bura boş idi. Gördüyünüz kimi ən böyük mağaradır bura. Kişilər burada əyləşiblər, Artıq musiqicilər də əyləşiblər burada. Xanımlar da göstərir. Xanımlar da orada əyləşib, amma xanımların ola bilsin ki, üzünün düşməyini istəmirlər. Ona görə də mən onları çəkmirəm. Gördüyünüz kimi bax, yanına məni Esbay. Subada maşallah, hamınızı üzünü bir çəkə bilmirəm. Salam.
Bax, bu da ikinci mağarada gördüyünüz kimi. Burada uşaqlar üçün ayrılıb. Çox gözəl düşünülüb. Çox gözəl düşünülüb. Bax. Allah mübarək etsin, Allah xoşbəxt etsin. Aziz qardaşım, gözü aydın olsun. Hə, Hakim, hazırdır kamera. Eşitdiyimə görə Ağsuya, bura Turalın toyuna, Nurlanın dəvəti ilə çox məşhur bir xanım gəlib, məşhur sənətkar bir xanım gəlib. Gedək, hələ toy başlamamış, gedək həmən xanımla görüşək. Bilmirəm şu xanım kimdir, bəli də məşhur xanımdır. Məni görüb şoka düşəcək 100%. Zülfiyə xanım! Nuş olsun, ay Zülfiyə xanım. Necəsiz? Çox sağ olun. Ay niye koymuşsunuz yemeğe? Hoş geldiniz, hoş geldiniz. Allah korusun. Boğazımda böyle. Xeyirdaxlarımızı alaq. Bize yiyin sonra caydan ha. Bugün hamımız qazimizin adını eşidib gəlmişik. Allah bütün qazilərimizə can sağlığı versin. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. İnanırsınız, mən bura gələndə bəlkə də nə bilim bütün toylara düzdür adam həvəslə gedir, amma bura bambaşqa bir ürəklə gəldi. Çünki mən deyəndə ki, bəs filan günü qazi toyuna gedirəm. Tərənə xanım Gədəbəyli, bu arada onu da deyim. Tərənə xanım Gədəbəyli. Necəsi Tərənə xanım? Deyirəm, baxıram tanış gəlir. Tərənə xanım da gəlir, sağ olsun. Təşəkkür ederim. Mən də getsəm olar. Dedim, elə gözəl olar. Elə gözəl, sağ olsun ki, bu Borcumuzdur bizim. Onlar vətən uğrunda necə deyim, canlarının bəli, biz də onları başımızın borcudur ki, belə hər zaman onların qulluğunda dayanaq. Çox sağ olun. Ola mən səndə xeyirəm. Onu da deyim ki, Zülfiyə xanım çox üzr istəyirəm. Çünki içəridə orada çəkiliş gedir orada. Mən eşitdim ki, siz gəlib dedilər ki, çox məşhur bir iki xanım gəlib. Yox, bir xanım dedilər. Ağlıma gəlmədi kimdir. Amma bilirdim ki, çox məşhur bir xanımdır. Gəldim, sizi gördüm. Üzr istəyirəm. Sizdən çörək yeyirdiniz, yoldan gəlmisiniz. Çünki birazdan başlayacaq inşallah. Mən bilirəm ki, bugünkü toy möhtəşəm olacaq, hə? Mən təşəkkür eləyirəm Zülfiyə xanıma. Mənim söz vermişdim. Bəli. Sənə dəvətinə. Bəli. Mənim dəvətimi yerə salmadı, gəldi. Çox təşəkkür eləyirəm. Allah sizdən razı olsun. Lap belə qazi adını eşidən kimi belə ürəklə gəldi. Çox sağ olsun. Allah razı olsun Zülfiyə xanım sizdən. Mənim dəvətimi yerə salmadınız. Bu günlərim burdasınız. Qazimizin toyundasınız. Çox sağ olun. Allah razı olsun. Allah ürəyinizdə nə arzularınız varsa o arzularınızı çatdırsın. Bayaqları mən içəri girəndə gözəl bir söz eşitdim. Xanım dedi ki, illərlə gözlədiyimiz bir arzumuza çatmışıq. Bəli. Allah bütün arzularınızı Çox arzuladıq bu günü. Şükür əlhəmdülillah ki, bu günü yaşayırıq biz. Allah bizə bu günü nəsib etdi. Çox Toy artıq başlayır. Gəlin. Necədir vəziyyət? Əla. Nurlan, necədir? Əla, vəziyyət əla. Oturmağa yer yoxdur maşallah. Maşallah, mağaralar var, çoxdur. Gözlədiyimizdən də çox adam gəlir. Elədir. Artıq işə əyləşiblər. Xanımlar da gəlir gördüyünüz kimi. Burada nələr olacaq. Yəni möhtəşəm bir məclis olduğuna 100% əminəm. İzləyin. Xanım, Ağaq kəndinə xoş gəlin. Çox sağ olun. Azərbaycan televiziyasının bəzəyi, yaraşığı. Təşəkkür edirəm, çox sağ olun. Dostumuz. Gördün? Demişdim ki, 3 qapıda burada, 3 qapıda mağar qurulub, məclis qurulub. Gördüyünüz kimi bu da Turalın digər əmisinin, adı nədir hakim əmisinin adı? Hə? Şaiq əminin qapısıdır bura və burada da Turalın dostları, yaxın dostları və qazi dostları buradadılar və gedək onlardan da təbrik alaq. Yolda gördünüz də nə niyədlər ola. Ay maşallah. Ay uşaqlar salam, həmişə toylarda. Adım Azimdir. Sumqayıtdan gəlmişik. Turalın dostlarıyıq, qazi yoldaşlarıyıq. Nərtaxtları biz özümüz maraqlı olsun deyə, əyləncəli olsun deyə saldıq o plana. Sürpriz. Yenə sürpriz var. Bəli. Bizim adət, biz Qarabağlıyıq da adət-ənənələrimiz var. Sürprizlərlə dolu olan insanlarıq. Sonra kimdir? Kimlər idi başında?
Gəl danışdıraq sizlə. Təbrik edirik. Turanın da öykü yoldaşları yox. Allah xoşbəxt eləsin. İnşallah o gün olsun ki, gələn vaxt evlərindən körpə səs gəlsin, onu belə xeyir işlə yığışaq. Çox mübarəkdir. Siz sağ olun ki, bu yolu fəth edib gəlmisiniz siz. Çox mübarək. Çox mübarək. Çox mübarək. Allah xoşbəxt etsin. Çox mübarək. Deyil. Çox mübarəkdir. İnşallah evində körpə səsi gəlsin. Amin inşallah. Allah xoşbəxt eləsin. Valideynlərin gözü aydın olsun inşallah. Allah bütün subay balalara, subay qardaşlarımıza, ana bacı dediyimiz insanların övladlarına Allah nəsib eləsin. Bütün subaylara, qardaşlarımıza, hər kəsə. Siz də sağ olun, əziyyət çəkirsiniz. Həmişə xeyir işlərdə. Mən çox xoş olar danışdıracağam. Təbrik edirik. Turanın döyüş yoldaşlarıyıq. Təbrik edirik. Murad da adım. Qazi yoldaşlarıyıq. İnşallah bundan da gözəl xeyir işlərlə yığılışaq. Bundan gözəl xeyir işi ancaq balasının toyu ola bilər. İnşallah biz də canla başına oradayıq. Tural gəldi çıxdı. Ay Tural. Bəli. Necədir, vəziyyət necədir? Toy necə gedir? Yaxşıdır, şükür Allah. Yaxşıdır. Bəli. Xəbərin var? Deyim. Ya demirəm. Sürprizi bazaram, yaxşı demir. Nəsil söyle. Hə? Nə bilim vallah, bilmirəm ki. Bugün bura yığılmağımızda sən bizim canımızsan, ciyərimizsən, dostumuzsan. Ondan da əlavə bir-birin çiyin vermişik, döyüşmüşük. 44 günlük müharibədə torpaqlarımızı düşməndən azad eləmişik qanımız bahasına. Allah hər birinizin canını sağ eləsin. Belə üzdən belə görünməyinə baxma, hərəsinin bir problemi var həqiqətən. Allah hamısının canını sağ eləsin. O da bizim qəhrəmanımızdır, Nuriyev Azim Nazimoğlu. Xüsusi təyinatlılardır. Allah canını sağ eləsin. Qardaşım, sən də var ol ki, bugün bizi burada çağırmısan, biz burada səni sevindiririk. Allah səni var eləsin. Yaxşı sürprizi demirəm. Subaysınız siz? Yox, subay deyiləm. Evliyəm. Allah xoşbəxt eləsin. Çox sağ ol. Tovuzluyam mən. Siz hardan gəlmisiniz? Mən Sumqayıtdan. Hə, Sumqayıtdan gəlmişik, bəli. Siz nə takibdə yanmısınız? Allah xoşbəxt eləsin qardaşımızı. Tural. Deməli gəlin götürməyə gedəndə bir də gördüm ki, orada yolun ortasında bir maşından bir mahnı səsi gəlir. Maşın dağılır da. Yəni özündən asılı olmadan getdir. Bunlar bilinməlidir də. Yəni bizim canlar bilinməli əlbəttə ki. Qəbra söz. Hə, yolda sürpriz xoşuna gəldi. Allah super idi. Orada. Sizdə adət deyil, nerede oynamaq yol ortasında? Adətdir bizə. Xoşbəxt oldu. Başqa sənə Tural deyə sözü var. Sağ ol, boş ver. Ötür ona. Tural qardaşım, adaşım olaraq təbrik eləyirəm. Allah xoşbəxt eləsin. O gün olsun. Abi, evimizdən uşaq səsi gəlsin. Bir daha təbrik eləyirəm. Allah canı sağ eləsin. Öpürəm. O gün olsun sənə toya. İnşallah. Çox sağ ol abi. Allah Tural qardaşımızı xoşbəxt eləsin. O gün olsun. Bu həyatı onun evlatlarının xoş gününə gələk. Siz də xoş gəlmisiniz. Mən də təbrik edirəm. Allah xoşbəxt eləsin. Yarayanlardan olsun inşallah. Allah bütün subaylara toy qismət eləsin. Siz də xoş gəlmisiniz. Həmişə belə xeyir işlər çəkəsiniz. Çox sağ olun. Mən də təbriklərə qoşularaq Turan qardaşımızı təbrik edirəm. Bildiyiniz kimi 44 günlük Vətən müharibəsində iştirak eləyib, qazidir qardaşımız. Atasına, anasına göz aydınlığı verirəm. Allah səni xoşbəxt eləsin. Sən layiqli oğlansan. Əmioğlu, ay əmioğlu. Dünəndən sizi axtarıram mən. Nə təsiz, nə var? Uşağınızı görürəm maşallah. Atanızla oynayır uşaq. Atanın uşağı çox istəyir. Onlar hamısını bilirəm. Uşağı da gəldi maşallah olsun. Oğlumu təbrik edirəm. İnşallah bu gələn il bu paydan bir anda onun qucağında olsun inşallah. Bütün subaylar. Böyük toyun. Təbrik elə, amma onu təbrik elə. Məsələ. Ben şirinliği alıram. Nurlan şirinliği verin mənə. Bir dənə də əmioğlundan aldım. İkinci şirinliği aldım. Birinci Nurlan vermişdi. Əmioğlu. Sinif yoldaşı yapıyoruz. Xoş gəlmisiniz. Şirinlik. Sinif yoldaşına şirinlik. Çox sağ ol, təşəkkür edirəm. Payın artıq olsun. Sən subaysan? Evli. Evli. Neçə yaşın var? 26. 26? Evet. Evladın var? Var. Ay Allah saxlasın, Allah saxlasın. Götürsün, nə var nə yox? Yedim mən oğluya gəl. Götür qaz kirvi. Dünən nə sağdıram? Nə qarısan, necəsən? Sağ olun. Yaxşı olasan. Subaysan, inşallah. Sən də xeyir içində üzün gülür. Sevdiyin qız var, sevdiyin. Ay, kirvinə. Var? Bak. Tanır, ay Allah. Təbrik elə, əmin oğlum. Onları yaxından götür. Əmoğlu təbrik edirəm. Xoşbəxt ol. Sağ ol. Öpeyim. İnşallah. Gələn il evladın xeyir işinə gəlsin. Deməli 2 günə yaxındır ki biz 2 gündür biz buradayıq. Ağabeyzər maşallah olsun, çox ağıllı. Dünən dediyim kimi çox ağıllı uşaqdır. Tural. Nə oldu, nə istəyirdi?
Toyun deyə, get toy, gəlinin yanına get də. Gəlinin yanına Get də gəlinin yanına get. Mən də gəl. Mən əmi oğlusu. Həm də sağ dişi. Ay maşallah. Sol dişi deyək də ona. Hə, sağ duş, sol duş, hə. Sağ duş mənim evli olmur ki, hə? Yox, birisi evli olur, biri subay olur. Hə. Təbrik edirəm əmi oğlumu. Allah xoşbəxt eləsin, yarayanlardan olsun. Allah'a yardımı. Mən hicran atının bağrını yardım. Baharda güllərin seyrinə daldım. Nəğməkar bülbülün halını sordum. Qoy bütün fəsillər yay olsun dedi. Həmişə yarımın yolunda canımdan keçdim. Toyumuz olursa toy olsun dedi. Həmişə Şirvanda toy olsun dedi. Sağ ol, Allah dikkat edin. Ablanamla, yolunuz nur saçan ay olsun dedim. Bütün ünvanlarda toy olsun dedim. Sevinsin atalar, gülsün analar. Min sevinç getirsin bu toy, kumalar. Gelen günahlara birce arzum var. Ne kadar hayat var, toy olsun dedim. Bütün ünvanlarda toy olsun dedim. Toy olsun dedim. El çalın. Bütün ünvanlardan toy sabahsı gelsin azizlerim. Mübarek olsun bu güzel. Tamam. Allah mübarek eləsin. Can sağlığı. Bu 20'liyi də qoysunsa, mən sağlığıma çay içərsən. Sağ ol. Allah mübarek eləsin. Allah xoşbəxtlik arzulayırım. Çok sağ ol. Çok sağ olun, var olun. Allah mübarek olsun. xoş hisslərlə ayrılıraq. Çox xoşbəxt olsun Tural bəy və gördüyünüz kimi çox gözəl bir Dubai mərkəzi keçdi. Belə də gözləyirdim. Həmişə şad günlərdə görüşək. Nurlan bəyə sədavətə görə təşəkkür edirəm. Və təbii ki, buradan ayrılmaq hepsindən bir toysa hələ davam edir. Siz də istəyirsinizsə ailə canlı olaraq mən gəlim, mən və Fərhad gələk.
sizin evinizdə olan məclisi işıqlandıraq. Buyurun, aradan ömrəsinə zəng edin. Sadəcə zəng etməyiniz kifayətdir. De ki, ürəyiniz sizi istəsin. Öpürəm sizi. Boş kalan eller mi senin? Niye tutabilmirəm mən? Niye tutabilmirəm?